Bax, iki şeyx rəvayət eləyir, Buxari və Muslim, öz səhih əsərlərində. Əbu Said Əl-Xudri radiyallahu anh rəvayət edir ki, Qalən Nəbiyyü sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, Yəqulullahu azza və cəllə yevməl qiyamə, Allah azza və cəllə qiyamət günü deyəcək. Ya Ədəm, ey Adəm, Yəqul, Adəm deyəcək ki, Ləbbeykə Rabbənə və sa'deyk, buyur, əmrinə müntəzirəm, ey Rəbbim. Fəyunədə bi savtin, və ona deyir, bu zaman bir səslə nida olunacaq. İnnallaha ya'muruka an tuxrica min zurriyyətikə ba'sən ilən-nar. Allah azza və cəllə sənin zürriyyətindən bir hissəsinin cəhənnəm üçün çıxarılmasını əmr edir. Yəni cəhənnəmə atılması üçün əmr edir. Qalə ya Rabb və mə ba'sun-nar. Adəm əleyhissalam deyəcək. Həmçinin o insanların atasıdır da, öz nəslidir. Deyəcək, ey Rəbbim, cəhənnəmə nə qədər gedəcək bunların? Yəni, onların cəhənnəmə düşən payı nə qədər olacaq? Qalə, min kulli əlfin tis'amiətin və tis'ətən və tis'in. Hər bir mindən 999'u cəhənnəmin payına düşəcək. Fəhinə izin yədəul həmilu həmləhu və yuşibul valid. Və bu zaman deyir, həmən o gün, o haqq hesab günü, hamilə qadınlar öz bətinlərindəki uşaqları salacaqlar. Və uşaqlar saçlarını ağardacaqlar. Həmən günün şiddətindən. Bax, Həcc surəsi 2-ci ayədə Allah azə və cəllə bu haqda buyurur. وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللّٰهِ شَدِيدٌ. İnsanları həmən günü sən sərxoş görərsən. Amma onlar sərxoş deyirlər. Lakin Allahın əzabı şiddətlidir. Yəni Allahın əzabı o qədər şiddətli olacaq ki, insanlar o sərxoş insanlar kimi hala düşəcəklər. Və bu hədisi eşidərkən فَشَقَّ ذَٰلِكَ عَلَى النَّاسِ. Bu insanlara ağır gəldi. Necə ki, indi bizə ağır gəldi. Hər 1000 nəfərdən 999'u cəhənnəm əhli. Allah azə və cəllə bunu kimə xəbər verir? Adəm aleyhissalama. O deyir ki, mənim ümmətim nə qədəri cəhənnəmin payına düşəcək? Deyir, hər 1000 nəfərdən 999. İnsanlara deyir, bu ağır gəldi. Həttə təğayyərat vucuhuhum. Hətta deyir, onların üzləri dəyişdi. Rəngləri, ruhları dəyişdi. Fəqalən Nəbiyyü sallallahu aleyhi ve sellem. Bu zaman Peyğəmbər sallallahu aleyhi ve sellem təsəllini verir. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, min ya'cuce və ma'cuce 999 və minkum vahid. Həmən bu 1000'dən 999'u cəhənnəm əhli olmayacaq. Həmən o 999'un özünün də 999'u Ya'cuc Məcud'dan olacaq, biri deyir sizdən olacaq. Yəni o cəhənnəmə girəcək olan 1000'dən 999 yoxdur. Onları da sonra bir yerə topla. Sonra onların da hərəsinin 1000'inin 999'u Ya'cuc Məcud'dan olacaq. Biri sizdən olacaq deyir. Sonra deyir ki Peyğəmbər sallallahu aleyhi ve sellem ثُمَّ أَنْتُمْ فِي النَّاسِ كَشَعْرَةِ السَّوْدَاءِ فِي جَنْبِ الثَّوْرِ الْأَبْيَضِ. Sonra deyir, siz deyir, insanların içərisində ağ öküzün yanında olan qara tüklər kimisiniz. Məsələn, ağ öküz təsəvvür elə, qara bir ləkəsi var, tüklərdə də onlar, qara tüklər kimisiniz. Av kəşə'rətil beyda'i fi cəmbi thawril əsvad. Və yaxud da qara öküzün və ya buğanın üstündəki ağ ləkə kimisiniz. Və inni ləərcu ən... Hədisin hələ davamına bax, davamına bax. Və inni ləərcu ən təkunu rubu əhlil cənnə. Mən deyir, ümid eləyirəm ki, siz cənnət əhlinin 1/4 olarsınız. Fəkəbbərnə. Biz deyir, təkbir edir. Allahu Ekber. Sevindilər, təkbir gətirdilər hamısı. Sonra bax, Peyğəmbər sallallahu davam edir. Sulusə əhlil cənnə. Cənnətin 1/3. Fəkəbbərnə. Allahu Ekber. Təkbir gətirdik. Sümmə qal. Şatru əhlil cənnə. Cənnət əhlinin yarısı. Fəkəbbərnə. Yenə deyir, təkbir gətirdik. Fikir ver. Burada yəqin xəbərdə də ümid edirəm deyir. Ümid edirəm ki, deyir, 1/4. O gördü ki, sevindilər. Deyir, 3/1. Gördü yersə deyir, ümid edir, yarısı. Gördü yenə sevindilər. Fikir ver. Davamına bax hədislərin.
İki şeyx, Buxari və Müslim rivayət eləyir Abdullah ibn Məsud radiyallahu anhudan. Deyir ki, kunna ma'an Nəbi sallallahu əleyhi və səlləm fi qubbə. Biz bir Peyğəmbər sallallahu əleyhi və səlləmlə bərabər bir qubbənin altındaydıq, içindəydik. Fəqal, Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, ətərdəvnə ən təkunu rubu əhlil cənnə. Deyir, siz deyir, cənnətin 1/4 olmaqdan razı qalarsınız. Qulna na'am. Dedik ki, bəli, əlbəttə yəni. Qalə, tərdəvnə ən təkunu thulusə əhlil cənnə. Cənnətin 1/3 olmaqdan razı olarsınız. Qulna na'am. Dedik, bəli. Qal, ətərdəvnə ən təkunu şətra əhlil cənnə. Cənnətin yarısı olmaqdan razı olarsınız. Qulna na'am. Dedik ki, bəli. Qal. Sonra deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm dedi. Bax, məsələ buradadır. Vəllezî nəfsu Muhammedin biyedih. Muhammedin canı əlində olana and olsun ki, inni ləərcu ən təkunu nisfə əhlil cənnə. Mən deyir, Allahdan ümid edirəm ki, siz cənnət əhlinin yarısı olacaqsınız. Və dəlikə ennəl cənnətə lə yədxuləhə illə nəfsun muslimə. Bu da ona görədir ki, deyir, cənnətə ancaq müsəlman insanlar girəcək, müsəlman nəfslər girəcək. Və mə əntum fi əhli şirk. Siz də şirk əhli deyilsiniz. İllə kəşə'ratil beydai fi cildis thawril əsvad. Siz deyir, qara bir buzovun dərisindəki ağ tüklər kimisiniz. Av kəşə'ratis savdai fi cildis thawril əhmar. Və ya qırmızı bir buğada qara tüklər kimisiniz. Yeni fikir ver. Davamına bax, şeyx nə deyir? Deyir ki, Fərasulullah sallallahu aleyhi ve sellem yarcu ən təkuna ümmətuhu nisfə əhlil cənnə. Peyğəmbər sallallahu aleyhi ve sellem ümid eləyirdi ki, onun əhli cənnətin yarısı olsun. Və kullu umamil uxra humun nisful axar. Və digər ümmətlər isə cənnət əhlinin digər yarısı olsun. Bu Peyğəmbər sallallahu aleyhi ve sellem ümidi idi. Yəni istəyirdi bunu. Lakinnallah azza və cəlləl kərimə əkrəmə ə'tə Rasulullah sallallahu aleyhi ve sellem fəvqə mə təmənnə. Lakin deyir, əkrəm olan Allah azza və cəllə Peyğəmbər sallallahu aleyhi və səlləmin təmənni etdiyindən də çoxunu verdi Peyğəmbər sallallahu aleyhi və səlləmə. Fəə'ləməhu ənə ədədə sufufu əhlil cənnə min ümmətihi sallallahu aleyhi və səlləm thulusə sufufi əhlil cənnəti kullihim. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə xəbər verdi ki, Allah azza və cəllə cənnət əhlinin səhvləri ki var, səhvlərdə olacaqlar. Onların, bütün cənnət əhlinin səhvlərinin 2/3 Muhammed sallallahu aleyhi və səlləmin ümmətindən olacaq. Yarı keçdi 2/3. Allah azza və cəllə bizləri o səhvlərin içində olsa, harasında olsa fərqi yoxdur. O səhvlərin içində olaq yetər. Gör ha, bax gör, müsəlmanların sayının çoxluğuna bax. Cənnət əhlinin çox olmasına bax, müsəlmanlardan. Allah azza və cəllə bizi məhrum etməsin. Bu cənnətin 2/3 müsəlmanlardan olacaq. Bizi də, yəni müsəlmanlar deyil də, Muhammed sallallahu əleyhi və səlləm şəriətə tabe olanlardan gedir söhbət burada. Allah azza və cəllə bizləri onlardan etsin. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm əvvəl xəbər verdiyi ki, siz cənnətin yarısını tutacaqsınız. Allahın fəziləti sayəsində bu artdı hətta. Allah azza və cəllə daha da artırdı. Səhvlər hədisi ilə artıq biz bildik ki, cənnətin yarısı da yox, hətta 2/3 Muhammed sallallahu əleyhi və səlləmin ümmətinə olacaq. Uca Allahdan diləyirəm ki, bizlərə eşitib faydalanlardan etsin. Allah azza və cəllə bizləri də Muhammed sallallahu əleyhi və səlləm yanında o səhvlərin içində olmağı müvəffəq eləsin. Bizi də, zürriyyətimizi də, valideynlərimizi də, övladlarımızı da və bütün müsəlmanları Allah azza və cəllə bax bu səhvlərə daxil olmağa müvəffəq eləsin. Allahumma amin. Bu günlük bundan kifayətlənərik. Və subhanəkə Allahumma və bihamdik. Əşhədü ən la ilahə illə ənt əstəğfiruka və atubu ileyk.